Allah salam Hardayıq hörmətli Ayturan? izləyicilər. Botanika bağları, möhtəşəm bir bağ, əsil, cənnət məkan, 250-dən çox ağac. 250 dənə. Dostlar, bu botanika bağı deyil, sadəcə olaraq bir evin Baseyn də həyətidir. var burada. Möhtəşəm bir Burada evin həyəti. Tam fərqli formatda bir dənə evdir. Neçə sotun içindədir? 12 sotlu kupçadır. 12 sotun içində Dostlar, paket inşallah kupça. ki, bu evi görüb bir dənə yaxşı bir dənə klient çıxar. Bizə nəsib olar ki, gələr bu evi alar. Cənnət. O burada belə. Hə, burada da belə bir ev nəzərdə tutulub. Hamısı nədir? Yaşıllıq. Bura kirayə üçün nəzərdə tutulub. Hə, daxil olaq. Buranı da belə götürək. Görürsən dostlar, format nədir? Tam başqa stildir. Hər şey. Bir daha təkrar edeyim. Buranı kirayə evi kimi də verə bilərsiniz. Böyük ailələr də yaşaya bilər. Yəni burada hər şey tam olaraq fərqlidir. Demək, burada belə sanitar qovşağı. Bu evi izləyin. Almasaz belə ən azı həqiqətən də maraqlıdır. Burada belə bir dənə yeri var. Siz hələ bunun belə bir dənə mətbəxtinə də baxın. Biraz ev işıqları yandırmadım. Hə, mətbəxdən də düşürsən, demək hara? Belə bir dənə qonaq otağına. Dostlar, hər şey bir daha təkrar edeyim. Bu evdə tam olaraq fərqli bir evdir. İnşallah keçək bu bir evə 3 dənə evdən ibarətdir. Bax belə. Bir var olsun, bu ağaçlara baxan, bunları əkən. Bunlar hər kəs belə bağ yarası gör, dünya nə qədər gözəl olar. Həqiqi gözəllikdir. Bax, hamısı fərqlidir. Dostlar, bu evi almağa həqiqətən deyər. Hər şey fərqli. Göndər onu. Fərqlidir. Hə. O belə gedirik. Burada maşın da fərqlidir. Bax, görürsünüz. Bu maşın da belə fərqlidir. Tövbə, bismillah ha. Bu it bizə imkan verməyəcək, geçəcək. Bax, buna baxın dostlar. Bu da fərqlidir. Sonra burada belə bir setkası var. Bu da fərqlidir. Opşumda hər şeyin ətrafı ağacla bəzədilir. Hər şey ağaçdır. Yaşıllıq. Yaşıllıqdır. Çox fikir veriblər belə şeyə. Hə. Hə, dostlar, inşallah gedək. Keçək evə. Ha, belə yenə də hamısı yaşıllıqdan ibarətdir. O bir ev hardadır, qardaş? Burada da ev var. Hə, qoy daxil olaq. Bu evə baxaq. Gəldi, qoyma, sən onunla məşğul ol. Hə, dostlar, bu belə, demək burada belə mətbəxdir, hər kəsə sintezator. Görürsünüz nə qədər. Burada da belə yataqdır, burada da belə otağıdır. Ümumi belə sanitar qovşağıdır. Qalxırıq bu evin ikinci mərtəbəsinə. Dostlar, demək, buranı belə gördünüz. Mən gəlmirəm. İndi biz qalxıram. Yo, Para mən dostlar, gəlmirəm. ikinci mərtəbəyə. Bax, belə bizi it də qarşılayır. Tutmasa yaxşıdır. Ha, dostlar, 2 də var. Hələ deyəsən, hətta 3-cü mərtəbəmiz də var. O mərtəbələr də belə fərqlidir. Dostlar, burada belə yayda, qışda dincəlməyə yeri var. Hə, demək, burada daxil olduq. Otaqlardan ibarətdir. Demək, burada otaqdır. Burada otaqdır. Bu da otaqdır. 3-cü mərtəbədə var, hə, qardaş? Hə, inşallah çıxaq 3-cü mərtəbəyə. Ərazi olaraq da çox bahalı bir yerdə yerləşir. Dostlar, bu da bizim o belə mansarımızdır. Geniş belə mansardan ibarətdir. Dostlar, ərazi olaraq buradan baxın ki, yəni ən bahalı bir ərazidir. Hamısı elitni, bahalı evlərdən ibarətdir. Keçək biz o bir evi çəkməyə. Hə, dostlar, demək, burada da arxa qapıdan yerimiz var. Burada da belə bir dənə ev var. Bu belə yenə bağlı, bağçalı. Davam eləyirik. Şirin suyuna qədər var, quyu suyu var, baseyni var. Bu belə hamısı meyvə ağaclarından əhatə olunub. Tam fərqli bir evdir. Fərqli yaşamaq istəyənlər üçün evimizdə bayaq göstərdim içini. İnşallah daxil olaq. Bu da bizim növbəti evimiz. Hə, dostlar,
Demək, bu da bizim növbəti evimiz. Bax, burada belə bir otaqdır. Ümumi sanitar qovşağıdır. Burada da belə bir geniş otaqdır. Dostlar, bunun hamısının qiyməti 185.000 manatdır. Opşubu, bağ, bağça, 3 dənə, hətta 4 dənə ev 185.000 manatdır. Kimə maraqlı olsa 050 756 0047 bollu takip yazın ki, inşallah bu belə bir evlər çıxsın qarşınıza.